Salam əzizlərim, xoş gördük hər birinizi. Sarımsaqlarımız artıq xeyli böyüyüblər. Maşallah, əməlli böyüyüblər. Soğanlarımız da biraz daha böyümədilər hələ ki. Təsərrüfatımızdan düz elə çox bir şey yoxdur, ancaq olanlar maşallah insanın ürəyini açır. Doğrudan da təbiətin yavaş-yavaş gözümüzün önündə böyüməsi, yaşıllaşması insanın ruhunu oxşuyur sanki. Doğrudan da insanın ömrünün mərhələlərini nə qədər də əks elətdirir. Yaz körpə bir uşaq kimidir. Yavaş-yavaş yeməkləyən, yavaş-yavaş gəzmək istəyən. Allah ömrümüzü xeyirli eləsin əzizlərim.